yetişirik boyaqçılar. İndi isə keçdik boyanma prosesinə. Burada boyanmada ustalarımız boyayırlar. Gördüğünüz kimi buradaki qablaşmalarda fərqli boyalar var. Ümumiyyətlə kəlağayların rəngləri, dəyəri kəlağayının neçə rəng üzərində işləməyindən asılıdır. Elə olur ki, bir kəlağayı 3 gün əmələ gəlir. Bir rəngdən çıxardılır, o quruyur, digər rəngə və təbii ki, bu çox uzun prosesdir, bunu başa salmaq çətin olacaq. Amma gördüyünüz kimi ustalarımız burada işləyirlər, gözəl rəngləri əldə etməyə çalışırlar. Və kəlağayı ustalarının, hər bir ustanın özünə məxsus rəngi var. İndi mən sizə görək ustalarımız bizə nə başa salacaq, nə deyəcəklər, keçək. Proseslər necə gedir? Əla, gözəl. Yaxşıdırmı? Çətindirmi məndən işləmək? Yox. Mən belədir ki, məndə bəzən deyirəm ki, təbiətdə belə ümumiyyətlə kolorlarda olmayan rəngləri belə mənim üçün tapın, düzəldin ki, özəl olsun, özəl bir rəng olsun, sağ olsunlar, onlar da çalışırlar. Çünki çətin bir prosesdir. Elə olur ki, mümkün deyil onu, rəng dəyişimi olur. Deməli, birinci biz nə edirik? Yuyuruq, yoxsa nə edirik usta? Bunu suya çəkib yuyasıyıq, bəli. Sizin narsı çayınız rəngidir. Qəlb vurulandan sonra nə edirik? Boyağa gedir. Boyağa gedir. Suya salınır, sonra boyağa gedir. Stadılır. Sonra boyağa verilir. Sonra asılır, askıda qalınır. Sonra isti qaynasında yuyulur. Bu bir rəng, bir rəng. İki rənglər bu proses gedir. Qızdan qabağında pəkək vurulma, rəngə salınır, stadılır, rəngə salınır. Sonra yuyulur. Bu üç olsa, üçüncü dəfə bu proses qalınır. Belə. Əsas məsələ biz göstərə bildik ki, bizim proses necə baş verir. Bir rəngi alırıq, onu quruduruq. Təzdən, yenidən qəlb ustaları başqa bir naxışları onun üzərinə vururlar. Yenə gəlir burada istadılır, başqa rəngə taxılır, qoyulur qablara. O rənglər başqa rəng. Yəni, mən burada nə qədər danışsam da bu çətin prosesdir. Mən də ilk dəfə başlayanda bunların heç birini bilmirdim. Yeləni kəlağayısının ipəyi premium şəki ipəyidir. Çox keyfiyyətli ipəkdir. Üzərindəki naxışlar da hamısı yeləninin özünə aiddir. Deməli, mən burada bir kəlağayımız var. Bu kəlağaylar hal-hazırda hamısı qurumadadılar, quruyurlar. Bu günləri belə bir rəng əldə elədik. Deməli, bu kəlağayın ortası boşdur. Bilirsiniz, zövqlər müxtəlif olduğu üçün hamının həm rəng çalarlarının zövqünü